Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və əşhədu ən la ilahə illallah vəhdahu la şərikə ləh və təvəlləs salihin. Və əşhədu ənə Muhammedən abduhu və rasuluhu. Və sallallahu aleyhi və səlləm və salatan və salamən daimeyni mütələzimin ilə yevmiddin. Allahümə ənfa'ni bimə əlləmtənə və əllimni mə yənfa'ni və zidni ilmə. Sonra şeyx yeni bir bab açır. Bəb qusli bis-sa'i və nəhv. Bir sa ilə, yəni bir dənə sa ilə, sa bilsiz nədir? Sa hansı ki onunla düy ölçürsən, bədənliklər ölçürsən, yəni belə ölçü vahidi demək olar ki, ölçü vahididir. Bəzən 3 və ya 4 əmdad tutur. İlk belə əmdad tutur. Yəni ki, belə götürəndə orta hesabdan 2 litr yarım, 3 litr də tuta bilir. Və belə, haradasa. Yəni, sa məhkəm həccə və ümrəyə gedənlər görüb də onu. Allah nəsib etsin, onu alıb gətirək, bərəkət var. Onunla töksən, hər şey dəqiqdir də. Nə istəyirsən ölç. Belə. Peyğəmbər sallallahu aleyhi ve sellem bir dənə onunla qusullanardı. Bir dənə onunla qusul olardı. Yəni, Allah spontana bərəkətli eləyərdi. Ayşə radiyallahu anh gələn hədisdə deyir ki, Fəsəələ əxuhə an qəsl nəbi sallallahu aleyhi ve sellem. Ayşə radiyallahu anh qardaşı deyir, Peyğəmbər sallallahu aleyhi ve sellemin qusulundan, qusul töhməyindən sual verdi. Fədəət binəy nəhvi deyir ki, bir dənə qab deyir gətirin. Həmən bir qabdan gətirdilər. Sa deyilən qabdan gətirdilər. Fəxtə sələt və əfəadat alə rəsihə və beynə hicab. Və deyir, gətirdi və onunla deyir, nə deyir? Görsətdi. Öz qardaşına hansı ki, Ayşə radiyallahu anh onun necə qusullanılır, onun haqqında şeyində, yəni görsətdi, yəni dedi. Yəni, praktika olaraq görsətdi ki, yəni bu cür dəstə şeyi qusullanardır. Bəyan-ı tə'alimi fi'il və əmrun məşhurun kəthirun Uthman məsulə an keyfiyyət vudu Nəbi s.ə.v da'a inəyi və təbadda əməmən nəs. Bu deyil, ümumiyyətlə, talim qaydasıdır, öyrətmək qaydasıdır. Əgər bir insana nəyisə soruşursa da, deyək ki, qusulu soruşur və ya bu dəqiqə cənazəni yumaqdır. Bax, kimdən soruşsan cənazə necə yuyulur, necə qusullanır, hamı baxasıdır. Ola bilər oxuyubdur, 10 dəfə oxuyubdur. Amma praktiki görsətmək gözünün qabağında heç oxumağa artıq ehtiyac olmur. Birbaşa nədir? Beynə həkk olur. Ona görə də gətirirlər ki, alimlər Peyğəmbər sallallahu aleyhi ve sellem bu cür etməyi və Osman radiyallahu anh, Ayşə radiyallahu anh bu cür göstərməyi öz qardaşına, bu cür qusullandığı Peyğəmbər sallallahu aleyhi ve sellem və ya soruşurlar, o deyir, Osman radiyallahu anhdan necədir, dəstəmaz alırdı Peyğəmbər sallallahu aleyhi ve sellem və deyir, bütün insanların içində başlayır nədir? Onu öyrətməyə. Buna deyirlər təlim. Yəni, insana nəyi? Öyrətməyə. Aleyhissalam, rəhmətullahi və bərəkət. Və bundan da bəzən sual çıxa bilər ki, dini öyrətməkdə bu cür qaydalarda onun riyaya və yaxud da nəyisə özünü göstərməyə adiyyəti yoxdur. Heç bir halda nədir? Adiyyəti yoxdur. Çünki təlim özü, öyrətmək özü nədəndir? Sünnədəndir. Sünnədəndir. Ona görə də sizə sual verilsə ki, məsəl üçün, dəstəmazı şeyləmək, yəni siz ona öyrətməyin ki, yəni ki, bu cür, qiraət bu cürdür, Quran oxumaq bu cürdür, necə? Burada xat elədin, burada təcvid qaydası belədir, bunun özü sünnədəndir. Aydındır. Yəni, kimsə fikirləşməsin ki, birdən mən riyakarlıq eləyərəm, nəsə belə, xeyr. Bu özü sünnədəndir. Və tə'alimu bi-fi'li qad yakunu əbləğu minə tə'alimin bil-qavl. Baxsan ki, deyir, alimlər də gətirir, Şeyx Rahiməhullah gətirir ki, feillə, hərəkətlə deyil, nəyisə öyrətmək, sözlə öyrətməkdən daha əbləğdir.
Yəni daha çatdırılandır. Məna başa düşdünüz? Buluğdur da, həddi buluğa çatan var ya, deyil, o məqama çatan. Yəni daha nədir? İnsana çatdırılır. Daha insana nədir? Beyninə oturulur. Bir var, məsəl üçün, namaz qıldırmağa öyrənsə, gözlə görsətsə, necə oturursan, necə təşəhhüd deyirsən. Bir də var ki, sözlə deyirsən, belə otur, belə otur, burada təşəhhüd deyirsən, burada Allah-u Ekber deyirsən, bax, ya bu nə danışdı, yəni. Amma feil olaraq göstərdikcə daha da nə deyir? Beyninə oturur. لأن هذه صورة الفعلية ترتسم في الذهن. Şeyx də gətirdi. Deyir ki, feillə, yəni hərəkətlə göstərmək zehinə tez neyinir? Yansıyır. Yəni oturulur. Və la yəzəlu rəculu yadkurha. Onu deyir zikr etməkdə hər bir məsələni kişi daim nədir? Onu zikr edə bilər. Yəni beynində daim qalır, daim də onu nədir? Göstərə bilər. Bu ümumiyyətlə hətta Quran oxumaq belə olsun ha. Quran oxuyub qaridən götürmək tam səlis şəkildə rahat olur. Nəinki özün oxuyub əzbərləmək. Ona görə alimlər gətirir ki, həmişə qarilərdə, qari şeyxlər ki, həmişə qarilərə qulaq asaraq əzbərlə. Təsəvvür edəcəklər ki, hər gün bizdə yoxdur da, yəni hər gün başqa bir ərəb dövlətlərində hər gün meçidə getsən, hər gün təzə adamsan, mümkündür ki, sən 10 gündən sonra Fatihə surəni əzbərə bilməyəsən. Mümkündür, özü də qarinin qirayətindən. Yəni, insanlar var ki, tələbələr var ki, hafizlər var ki, əksəriyyətini qarinin arxasında oturaraq əzbərliyibdir. Gözü görməyən tələbələr var, qarilər var. Eşidərək belə əzbərliyibdir uşaqlıqda. Yəni, kütləblərdə hansı ki, Quran əzbərlətirirləri, elə 5 yaşında uşaq nə oxuyacaqdır? Hamısı nə ilə? Deməklə, təkrarlatmaqla nə ediblər? Əzbərlədiblər. Ona görə də Şeyx gətirir, Şeyx Hüseymin Rahiməhullah, bu cür əzbərlətmək, bu cür oxutmaq zehinə daha təsir edir, daha yaxşı edir. Sonra gətirir ki, növbəti hissədə o deyir, Cəbirdən gələn hədisdə deyir, o qövmün yanındaydı, fəsələhu an qusul. Öz qövmündə deyir, ondan qusul haqqında soruşdular. Yəkfikə sa'a, deyir ki, bir saat sizə bəs edir. Bir saat sizə bəs edir. Ümumiyyətlə, 3-4 litr su ilə qusul almaq rahatdır. Rahat almaq olur. Sadəcə qaydaları var. Yəni ki, deyək ki, sağa götürdün, əlinə ya suya töksən bir şeyə, yavaş-yavaş başını şeylə eləyirsən, ovaraq. Çiyinə tökdün, ovaraq, bütün. Ondan qabaqda lazım olan yerləri yuvsan, dəstəmaz yerlərini də yuvsan. Bədəni ovaraq, yavaş-yavaş nədir? Yuvsan. Yəni, suyu çatdırsan. Parç deyirlər də, Gəncə ləhcəsində. Nə deyirlər ona? Parç də, elə deyil mi? Onu məsələn, adca götürürsən, heç olmasa bir 10 dənə istəsən parç götürəcəksən ondan. Qusullanmaq olur. Özdə tüklü adam tam tez qusullanır, nəinki o bilsən nisbətdə. Türk ki, suyu qaşaya şey edir də. İdizdir o şeydə. Ona görə də sual verirlər ki, fikir verir, deyir ki, qovmi sorulur ki, Cəbir radiyallahu anh, Cəbir Abdullahdan ki, necə alır, qusul necə alınır? Deyir ki, bir saat, yəni 3 deyək də, kifayət edir. Fəqaylar bir kişi deyir, mə yəkfini. Deyir, axı deyir, mənə çatmır axı bir dənə sayla da içinmək. Cəbir radiyallahu anh deyir ki, kənə yəkfi mən huvə əvfə minkə şə'ran. Deyir ki, saçları səndən sıx olan, daha sıx olan, daha uzun olan deyir, səndən daha xeyirli olana deyir, çatdı. Mənə başa düşdünüz? Peyğəmbər s.ə.və. Çatdı, sən nəfər ol deyirsin ki, bana çatmır. Yəni, ona görə deyir ki, buna çatdırsa da deyir, sonra deyir, sənə də deyir, çatacaq deyir. Thumma əmənnə fi thəv. Sonra deyir,
əynində bir paltar olduğu halda deyir, bizə namaz qıldırdı. Cəbirdən gedir ki, Cəbir radiyallahu anh deyir ki, yəni ki, saçı sıx olan, daha xeyirli olan, səndən də xeyirli olan insana çatdı deyir. Və deyir, bir paltarda bizə namaz qıldırdı. Demək, buradan da götürülür ki, insan qusullanandan sonra, yuyunandan sonra bir dənə cilbəb tulluyub bədəninə namaz qıla bilər. Kifayət eləyir. Sadəcə elə eləməlidir ki, məsələn, elə paltarlar var ki, şalvarlar. Buradan baxsan o yüzü nə oluyor? Görünür. Yəni, tək paltar o demək deyil ki, sənin də bütün bədən əzaları görünsün. Elə bir paltar giyinməlisən ki, içəri neyləməsin? Görsənməsin. Aydın oldu mu yəni? Yəni, bu ona dəlillə deyil ki, yəni ki, giyinibdir, bir paltarda qıldırsa, və mən də qıldırıram. Qıldır, amma və ya qıl, amma bədən əzaları görsənməsin. Ona görə nədir? Bu şeylərə şeyx gətirir ki, diqqətli olmaq lazımdır. Və sonra gətirir ki, bu haqda deyil sahabələ İbn Abbas və başqa, hətta Meymunə radiyallahu anh rivayət olunur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm səhih rivayət olaraq deyir, bir sahadan nə inibdir? Qusullanıbdır. Bir sahadan nə deyir? Qusullanıbdır. Və sonra gətirir ki, səhih hədisdə ki, Qaylə Rasulullah s.ə.v. Cübeyr ibn Mut'imdən rivayət olunur. Əmmə ənə fəufidu alə rə'sələt və əşərə biyədi kiltəyhimə. Saçı 3 dəfə nədir? Yumaq. Cübeyr ibn Mut'im deyir ki, Allah Rasulü s.ə.v. dedi, o ki qaldı mənə deyir, mən başımı deyir, nədir? 3 dəfə deyir, yardım və deyir, 2 əllərini ona işarət elədi. Bax, götürdün, sol tərəfdən. Birinci hardan başlayırıq? Sağdan. Sağın yarı tərəfindən. Bismillah tökdün, yudun. Qulağın zadı belə. 2, yudun. 3, yudun. Sonra neysən? Keçirsən. Sol tərəfə. Yudun. Qəşək yudun, saxlayırsan əlində. Bir də belə bir eləyərək ki, saçın dibinə su geçsin. Bir də belə 3 dəfə. 3 dəfədən sonra gəlib və sair bədən və sonra bədənin başqa yerə, başın tam ortasından töksən, o bədəni, başı neyinsən, yuyursan və sonra bədəni. Və deyib, Peyğəmbər s.ə.v. 3 dəfə edərək neynədi? Onu başlatdı. Hətta bunu deyir, Ali radiyallahu anhdan gəlibdi. Peyğəmbər s.ə.v. 3 dəfə neynəyərdi? Suyu tökərdi. Və bu haqda deyir, alimlər gətiribdir, yəni ixtilaf da ola bilər, fikri var. Amma ki, nədir? Əsasən Peyğəmbər s.ə.v. nədir? 3 dəfə yuyardı. Və bir hədisdə də gəlibdir 1 dəfə. Nə tər oldu? Peyğəmbər sallallahu aleyhi və səlləm mərrətən əl-fələf thumma əfrəqə alə şiməlihi fəqasələ müzəqə thumma məsəhə yedə bil-ard thumma admada vaştənqə və qasələ vəçə yədəyh thumma əfadə alə cəsədi thumma təhəvüli min məkənihi fəqasələ qədəmeyh. Meymuna radiyallahu anhdan gələn hədisdə daha doğrusu nədir? Başlıq açır.Ğusli mərratan vahidən. Bir dəfə nədir? Yunaraq. Qusullanmaq. Deyir ki, vədəətun nəbi s.ə.v. məən lil-qusli. Yəni, qusul almaq üçün deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem nədir? Su gətirdin və ya su tökdün. Və qazələ yedi mərrati an sələsə. Əlini 2 və ya 3 dəfə nədir? Yudu. Thumma əfraqa alə şiməlihi və qasələ müzəkirə. Sonra deyir ki, sol əli ilə deyir, övrət ilə yudu. Sol əli ilə övrət ilə yudu. Və sonra deyir, əlini daşa sürtdü. Əlini daşa sürtdü. Thumma admada vastanşəqa və qasələ vəçhiyədi. Thumma əfadə alə cəsədi. Thumma təhəvvüli min məkəni və qasələ qədəmi. Bir dəfədən yuya bilərsən. 2 dəfə də yuya bilərsən. 3 dəfə də yuya bilərsən. Və sonra deyir ki, əlini yudu və Peyğəmbər s.ə.v. deyir ki, sonra övrət yerdən yudu. Övrət yerini. Və sonra əlini daşa sürtdü. Sən yerini sabunla da yuya bilərsən. Və sonra deyir, dəstəmaz aldı, kamil şəkildə. Dəstəmaz aldı.
bir şeydə də gəlir ki, hər bir dəstəmazın əlamətlərini etdi bir dənə ayağından başqa. Və sonra bədənini, başında, bədənini qusul qaydasına yudu, axırda da ayağını yudu çıxdı. Birində gəlir ki, tam dəstəmaz aldı və sonra qayda olaraq 3 dəfə sağ, 3 dəfə sol, sonra başını ümumiyyətlə bədənini yudu, əl övrət yerinə dəyməmək şərti ilə axırda da ayaqlarını yudu, çıxdı. Aydındır. Biri Ayşə radiyallahu anhdan gəlir, bir də Meymunə radiyallahu anhdan gəlir. Bu da Peyğəmbər sallallahu aleyhi ve sellem nə idi? Qusuludur. Peyğəmbər sallallahu aleyhi ve sellem nə idi? Qusuludur. Sonra gətirir ki, yeni bab açır belə. Yəni, misab, hiləb nədir? Mis qabından, ondan istifadə edərək qusul almaq. Bəzilər, yəni, mis qabını görmür, deyir ki, olmaz. Amma mis qabından bab var ki, qusul almaq nədir? Olar. Aşağıdan gələn həsə Peyğəmbər sallallahu əleyhi və səlləm "İzə ixtasala min canabəti da'a bi şey'in nahul hilal." Və deyir Peyğəmbər sallallahu əleyhi və səlləm cənabət üçün qusul almaq, cənabət qusul almaq üçün deyir, dedi ki, tələb etdi ki, ona deyir su gəlsin, o da hiləbdə su gətirəcək. Hiləb misqalından olan bir şeydir. Və axıda bi kəfi fəbədə bişiqqa rəsi əymən thumma əysər fəqalə bihimə alə rəs. Və deyir, oradan deyir, sağ əlindən su götürdü belə, sonra deyir, başına neynədi? Başladı onunla neynəməyə? Qusullanmağa. Hətta əlinlə götürərək qusullana bilərsən. Əlinlə götürərək qusullana bilərsən. Baş tərəfini əlinlə götürdün, yudun və sonra qabı götürürsən, neyinsən? Tökürsən. Yəni, qusulun qaydaları nədir? Çoxdur. Qusulun qaydaları çoxdur. Və sonra gətirir ki, Ayşə radiyallahu anh bu hədisə uyğun, Ayşə radiyallahu anh hədisinə وَأَنَّهُ فِي غَسْلِ يُقَدَّمُ جَانِبِ الْأَيْمَنِ مِنْ رَأْسِ عَلَى جَانِبِ أَيْسَرِ بِخِلَافِ الْوُضُوءِ وَقَدْ سَبَقَتْ صِفَتُهُ وَالْفَرْقُ بَيْنَهُمْ أَنَّهُ فِي غُسْلِ مِنْ جَنَابَةٍ يَجِبُ عَلَى الشَّعْرِ وفي الوضوء يكتفى بمسحه فإذا كان يجب غسله فالغسل لا بد فيه أن يكون هناك ماء في اليد فيبلغ الأيمن قبل أيسر. Yəni, buradan da deyir, göründü ki, Peyğəmbər sallallahu aleyhi və səlləm qusul alanda belə sağ tərəfdən başlayaraq nədir? Aldı. Sonra yeni bir bab açır. Burada kifayətlənək. Allah subhanahu bizə faydalanlardan etsin. Subhanakallahumma hamdik. Əşhədu an la ilahə illə əntə əstəğfiruka və atubu ileyk.